xeyir olsun. Həkim Sən verilişinin qonağı cərrah mama ginekoloq Günay Əsədovadır. Baku Medikal Plaza Klinikasının Babək filialında fəaliyyətini davam etdirir. Buyurun xanımla müraciətlərimizi edə bilərik. Xoş gördük Günay xanım, necəsiniz? Xoş gördük, sağ olun. Studiyamıza xoş gəlmişsiniz. Təşəkkür edirəm. Bir çox ginekoloji problemlərə, mama ginekoloq, hətta cərrahi tərəflərinə belə toxundunuz. Təşəkkür edirəm. Bugün bir daha estetik ginekologiya nədirsə xanımlara səslənərək hansı prosedurlar, qeyri-cərrahi prosedurlar aparırsınız? Buyurun. Ümumiyyətlə, estetik ginekologiyanın, yəni funksional ginekologiyanın yeni bir sahəsi olsa da artıq inteqrasiya eləmək periyodundadır. Gələcək 10 ildə artıq estetik ginekologiyanın ayrılmaz bir hissəsinə çevriləcək. Çünki əvvəl düşünülürdü ki, bəli, çünki əvvəl estetik ginekologiya deyəndə yalnız estetika nəzərdə tutulurdu. Görünüşü, hər hansı bir toxunuşla nəyisə yaxşılaşdırmaq, gözəlləşdirmək məqsədi ilə estetika istiqaməti nəzərdə tutulurdusa, amma son illər artıq bu yəni inkişaf baxımından prosedurların artması, yeni texnologiyaların qoşulması, artıq əməliyyat üsullarla bir çox problemlərin həll edilməsində aparılan tədqiqatlar göstərir ki, artıq ginekologiyanın bir çox problemləri, yəni qadınlarda artıq funksional olaraq estetik ginekologiya bizim köməyimizə gəlir. Və bu sahə get-gedə artmaqda da davam edir. Çünki biz artıq pasient məmnuniyyəti və pasient sağalması geri dönüşlərdə alırıq. Çünki baxsaq görərik ki, ümumiyyətlə indiki həyatımızda ən çox problem zaman problemidir. Yəni qadınların istədikləri hər hansı bir problemlərinin, onların özgüvənini azaldacaq bir narahatçılıqların, partnyorlarla olan münasibətdə olan soyuqluğun və yaxud da ki, emosional uzaqlaşmanın əsasını, yəni səbəbini gördükləri problemlərdən əməliyyatsız qurtulmaq istəyirlər. Və həmçinin qısa müddətli olsun, iş vaxtından ayrılmasın, çox ağrılı olmasın, təbii görünüş əldə olunsun, hər hansı bir funksional problem varsa qarşısı tez alınsın, doğum sonrası problemlərdən artıq normal həyatlarına daha tez qayıtsınlar və yaxud da menopauza dövründə, məsəl üçün, əvvəllər menopauza dövrü belə idi ki, qadın bəlli bir yaşa çatdısa, artıq onun intim həyatı bitmiş sayılırdı. Düşünülürdü ki, bu yaşlanır. Amma bəli, yaşlanıb, artıq yəni o hissə tamamilə, yəni mən yaşlıyam, mən bu həyatı yaşaya bilmərəm deyə düşünürdü. Amma son, yəni artıq cəmiyyətimiz, baxış tərzi, məlumatlandırma, inkişaf, yəni bunu göstərir ki, qadınlarımız artıq özlərinə tamamilə başqa bir münasibət bəsləyirlər. 60 yaşında qadın artıq özünü yaşlı qadın hiss eləmir. Yəni həyatda özünü daha dəyərli, daha kiməsə, yəni öz yoldaşına lazımı olan bir yerdə özünü hiss eləyir. Partnyoru ilə münasibətini artıq uzun illərdə davam elətdirmək istəyir. Amma əsas tərəfi də bunun sağlamlıq tərəfidir. Bəli, təbii ki və bu dövrdə baş verə biləcək, məsəl üçün hər hansı bir artıq əvvəlki kimi hormonal status olmadığı üçün təbii ki müəyyən problemlər yaşamağa başlayır. Problemlər dediyimiz toxumanın atrofiyasından, quruluqdan, yanma hissindən, münasibət zamanı bu yaşadığı bu hisslərdən gedir. Təbii bunlar şikayət olaraq bizim qarşımıza gəlir. Pasient müraciət eləyir. Doktor, mən bu narahatçılıqlarla, yəni məsəl üçün münasibətdə olanda yanma, quruluq, qaşınma, gecələr məni narahat eləyən bu simptomlar var. Bunlara nə edə bilərik? Təbii ki, biz burada artıq qeyri-cərrahi prosedurlara müraciət eləyirik. Mən həmişə qeyd eləyirəm ki, qeyri-cərrahi əməliyyatlar və yaxud da qeyri-cərrahi prosedurlar cərrahi prosedurları əvəz eləmir. Sadəcə olaraq, yəni tam onu hər bir prosesin, hər bir problemin özünün öz həlli yolu var. Amma yəni artıq cərrahi müdaxiləsi olmayan situasiyalarda biz artıq qeyri-cərrahi prosedurlara müraciət edirik. Bunlar bizim ambulator şəraitdə icra etdiyimiz prosedurlardır. Daha rahat pasiyentin gəlməsi, işə qayıtması, hətta mən deyərdim fasilə arasında. Doktor gəlin, mən lazer prosedurumun vaxtıdır. Hansı problemləri aradan qaldırırıq? Minimal invaziv prosedurlar dedik, yəni əlbəttə ki, mən həmişə deyirəm ki, problem nədirsə onu aradan qaldırmaq lazımdır. Hormonal statusda, hormonal sistemdə dəyişiklik varsa, hormon tədavisi, yəni hormon müalicəsi aparılmalıdır. Əgər struktur olaraq hər hansı bir orqanın yeri dəyişilibsə, hər hansı bir artıq funksional deyil də, yəni struktur olaraq bir
uşaqlıq yolunda Məsələn, dəyişiklik varsa, məsələn 3-cü, 4-cü dərəcəli sallanmalardır. Məsəl üçün bugün mən bir pasiyent müayinə etmişəm. Yəni orada təbii ki, qeyri-cərrahi heç bir üsulun köməyi olmayacaq o pasiyentə. Çünki 64 yaşında bir xanımdır, artıq menopauza dövründədir. Tam şəkildə 4-cü dərəcəli sistosel ilə müraciət eləmişdir. Stik hissəsinin tam sallanması, yəni ön divar və stik hissəsinin sallanması şikayət ilə müraciət etmə, az-az sidiyə çıxmalar, tam sidiyin boşalmaması, yanma hissi, diskomfort, daim, yəni həmçinin orada yanaşı olaraq da uşaqlıq yolunun arxa divarının sallanması var idi. Buna bağlı olaraq artıq yəni böyük bayra getmə hissinin pozulması, yəni qəbizlik halları, bu hallar hamısı yəni toplam şəkildə biri digərinin arxasınca, yəni və ən əsası isə hiss elədiyi diskomfort. Yəni bütün bunlar və həmçinin doktor mənim əlimə nə isə dəyir, bu məni çox narahat eləyir. Yəni mən bununla barışa bilmirəm. Bu məndə artıq özümə inamımı, özümə sevgimi azaldıb. Yəni mən bunu bu cür yaşamaq istəmirəm. Təbii ki, burada artıq bizim üsulumuz, yəni burada bu problemi aradan qaldırmaq üçün biz cərrahiyə müraciət eləyəcəyik. Amma məsəl üçün deyək ki, süd vermə dövrüdür və yaxud da doğuşdan sonra bərpa dövrüdür. Bəzən düşünürlər ki, məsəl üçün mən qısa keçid eləyim, hansı prosedurlar bizə köməyimizə çatır. Bizə deməli enerji əsaslı texnologiyalar, yəni cihazlar, PRP dediyimiz, yəni plazma terapiyası, hialuron turşusu ilə icra etdiyimiz inyeksiyon prosedurlar, yəni bunlarla əlimizin altında pasiyentlərimizlə tam rahat şəkildə işləyə bilirik. Amma məsəl üçün, bəzən düşünürlər ki, lazer proseduru, lazer gəncləşdirmə və yaxud da sosial şəbəkələrdə açıq lazer daraltma deyə keçən prosedurlar uşaqlıq yolunu daraldır, sıxır, dartır. Yəni bu cür düşüncələr tamamilə yanlışdır. Burada dartma, sıxma, burada bəli biz kontrollu enerji veririk. Kontrollu enerji veririk. Müəyyən miqdar, hansı yaşa, toxumanın xüsusiyyətindən, toxumanın vəziyyətindən asılı olaraq müəyyən seçdiyimiz... O sırada yanma, göynəmə, ağrı hissi olunur. Təbii ki, prosedur zamanı əgər uşaqlıq yolunda prosedur icra ediriksə ağrı olmur. Bəli. Vulva bölgəsi biraz daha həssas və ağrılı olduğu üçün öncədən təbii ki, bir ağrısızlaşdırma icra edirik, amma ən azından yəni uşaqlıq yolunda icra etdiyimiz prosedurlar mən öncədən pasiyentlərimə də həmişə qeyd edirəm. Yəni ən çox verilən suallardan biri doktor ağrılıdırmı? Ağrılı deyil. Hətta prosedur zamanı bəzi pasiyentlərin fikrini alıram ki, onlar üçün daha rahat olsun bunu bilmək ki, prosedur ağrılı deyil. Amma prosedurun nə məqsədlə icra olunduğu vacibdir. Prosedurda uşaqlıq yolu yığılmır, uşaqlıq yolu dartılmır, sıxılmır. Sadəcə olaraq toxuma bərpa olur. Kollagenliyi artır. Toxumanın elastikliyi bərpa olur. Fibroblastlar aktivləşir. Təbii ki, menopauza dövründə bizim bazal qatın quruluşu dəyişilmiş olur. Yəni artıq o qatların bir-birinə nisbəti də dəyişmiş olur. Amma əvvəlki vəziyyətinə nisbətən dəyişiklik. Bəli, ən azından yeniləmə, o qatın yenilənməsi, təkrar kollagen qazanması, müəyyən qədər o simptomların aradan qaldırılması, yəni bu artıq elmi təcrübələrlə, yəni düzdür, estetik ginekologiya sahəsində hələ tam sübutlu dəlillər yetəri qədər toplanmayıb. Amma düşünürəm ki, 10 il ərzində bizim kimi həkimlərin istifadə elədiyi, yəni prosedurların hamısının, yəni tədqiqatlar üzərində aparılması, pasiyent məmnuniyyətlərinin yığılması, pasiyent seçimlərinin yaş dövrlərində aparılan prosedurların toplanması nəticəsində daha rahat danışa biləcəyik. Bunu daha artıq insanlarla bölüşə biləcəyik. Yəni bu prosedurların effektivliyi nə qədərdir? Deyirəm Günay xanım, əvvəllər necə qorxurduq anadan gəlmə qüsurlar, doğum sırasında, hamiləlik sırasında olan qüsurlar. Görəsən bunları necə aradan qaldıracaq? Daha sonra zaman-zaman estetik əməliyyatlar girdi dövrəyə. İndi artıq genital estetika yaranandan sonra daha da rahat olub xanımlar. Çünki bilin ki, bilikli həkimin əlində heç bir qorxu yoxdur. Var olan qüsur əgər anadan gəlmədirsə ona yanaşma fərqli olacaq. Qazanılmadırsa ona yanaşma fərqli olacaq. Yaşa görə dəyişikliyidirsə ona fərqli olacaq yanaşma. Amma burada indi lazer ilə əvvəldən əzbərə bildiyimiz əslində belə bir anlayışın olduğunu da tam mənasıyla dərk etməyənlər var. O sırada vaginal boşluqda o sıçrayışla olur.
olur. Yəni tam olaraq ütü kimi orada yapışdırıb nəyisə yandırmır. Yəni mən o qısa loru kəlməni izah edim ki, sıçrayışlı lazerlərdir. Lazım olan toxumalarda kollageni o büzüşdürməsi üçün sanki o ipək parçada necə ilişdirəndə büzürsə, orada elə bir effekt yaradır ki, həmin o sizin qorxduğunuz o daralma minimal səviyyədə olur. Həkim onun izahını verməyə çalışır ki, qorxmayın, hər yaşda problem nə olursa olsun bunu icra eləyə bilərik. Amma yenə də varsa yanaşı xəstəliklər, mən onu ginekoloq olaraq müalicə etməliyim. Bilirsiniz, yəni bəzən belə bir sual yaranır ki, əvvəllər bunlar yox idi, heç bu qədər simptomlar yox idi. Danışan da yox idi ona görə. Danışan da yox idi. Yəni, axı niyə bu qədər aktuallaşıb? Mən deyərdim ki, bu problemlər həmişə olub. Bu problemlər sadəcə olaraq gizlədilib. Bu problemi artıq problem deyil də, yəni normal həyat tərzi kimi qəbul edib xanımlar. Məsəl üçün, belə deyim, nənələrimiz, xalalarımız, bibilərimiz daim sidik qaçırma ilə, narahatçılıqla yaşayıblar. Müəyyən bir yaş dövründən sonra bunu normal qəbul ediblər. Düşünüblər ki, bez qoyaraq gəzməlidirlər. Askıranda, öskürəndə, güləndə sidik qaçırılması normal bir haldır. Amma biləndə ki, bu normal deyil və yəni artıq aradan qaldırmaq olar. Yəni, məsəl üçün, mən deyərdim ki, birinci, ikinci dərəcəli, yəni yüngül dərəcəli stres sidik qaçırmalarında artıq bizim əlimizdə həmin pasiyentin özündən aldığımız qandan əldə etdiyimiz plazmanın prosedurla, yəni uretra ətrafına vurulması, hialuron turşusunun uretra ətrafında müəyyən sıxlaşmanın yaradılması bu problemi aradan qaldırır. Yəni, təbii ki, məni izləyən, mənə qulaq asan xanımlar düşünəcək ki, əgər bu qədər asandırsa bu problemi həll etmək, niyə də mən bu problemlə yaşayım? Niyə də mən artıq bunu gedib müalicə elətdirməyim? Çünki bəzən düşünürlər ki, bu problem varsa ancaq əməliyyat yolu ilə aradan qaldırılır. Təbii ki, yəni müayinə etmək şərtdir. Pasiyent gələrkən biz onun istər anamnezini, doğuşlarını keçirdiyi, yəni hamiləliklərin hansının necə fəsadlanır, tamamilə öyrənirik. Bundan sonra pasiyent müayinə olunur. Müayinə əsasında kiçik çanağın özünün əzələ sisteminin nə dərəcədə olması, artıq onun əzələlərinin fiziki aktivliyi, bəzən o qədər, mən bunu bir neçə dəfə qeyd etmişəm ki, pasiyent öz pelvik çanaq əzələlərinin gücünü hiss eləyə bilmir. Yəni, onu necə hərəkət elətdirdiyini bilmir. Necə eləyəcəyini bilmir. Bəli, Kegel məşqlərini onlara başa salırıq. Yəni, bütün əzələlər iştirak edir, tək bir çanaq əzələlərindən başqa. Amma indi biz mütləq şəkildə yanaşı olaraq, istər həyat tərzi, istər gündəlik artıq o idmanlar, müəyyən hərəkətlər, bunları daxil edərkən daha yaxşı nəticə əldə edirik. Və hər bir problem əməliyyat demək deyil. Qeyri-əməliyyatla da aradan qaldırılır. Neçə dəfə təkrarlana bilər bu prosedurlar? Hər bir prosedurun özünə məxsus təkrarlanma müddəti var. Təbii ki, məsəl üçün, lazer prosedurlarını, məsələn, mənim bu həftə müraciət eləyən 2 pasiyentimin 3-cü proseduruydu. Onlar özləri belə bir ifadə işlətdilər. Doktor, birinci prosedurdan sonra mən heç bir yaxşılaşma hiss eləmədim. İkinci prosedurdan sonra mən artıq bir xeyli, artıq üçüncüyə ehtiyacım yoxdur deyə düşünürdüm. Amma düşündüm ki, siz mənə məsləhət görmüsünüz ki, 3 ay arda-arda bu proseduru yerinə yetirmək lazımdır. Yəni, üçüncü prosedur artıq bərkitmək deməkdir, belə deyək də. İkinci prosedurdan sonra onsuz da o effekti görmüş olur. Üçüncü prosedurla tamamilə bu üst-üstə düşmüş olur. 3 prosedur arda-arda olmalıdır, lazer prosedurlarından söhbət gedir. Müddət vermək olurmu bu qədər effektini görəcəksə? Bir ay. Yox, nəticənin. Bəli, nəticənin o da tez-tez soruşulur. Yəni, nəticənin effektivliyi barədə biz belə bir, bu biraz individualdır, orqanizmdən asılıdır. Necə ki, məsəl üçün, üz prosedurları deyək və yaxud da ki, hər hansı bir orqanizmdə istifadə elədiyimiz dərman preparatlarının effektivlik müddətini deyək, bu hər bir orqanizm üçün individual olduğu kimi bu prosedurlarda bəzən 6 aydan sonra pasiyent artıq bir dəfə doktor, mən gəlim, mən təkrarlatmaq istəyirəm, biraz effektivliyin azalmasına
azalmasını hiss edirəm. Bəzən bir il heç bir ehtiyacı olmur, bir ildən sonra gəlir. Hətta bəzən olur 3 prosedurdan sonra pasiyent artıq yəni bir 2 il, 3 il tam rahatlaşmış olur. Yəni amma komfortu hiss eləyən, o rahatçılığı hiss eləyən pasiyentlər artıq bir müddət sonra doktor bir də təkrar məsələn bir 6 aydan sonra eləyəkmi? Hə, ya eləyək mən daha bir rahatçılıq hiss eləyim. Çünki həqiqətən də inanın ki, yəni prosedurdan sonra o qədər gözəl nəticələr var ki, o qədər gözəl bir geri dönüşlər alıram ki mən. Yəni baxın, bir qadının hər gün daim hər axşam qaşınma, göynəmə, yanma hissi ilə öz həyatının qaralmasını düşünün. Və düşünün, prosedurdan sonra bunlar tamamilə keçmiş olur. Nə qızartı var, nə yanma var. Amma altda yatan səbəbləri də təbii ki, o səbəb araşdırılıb müalicə olunur. Amma yəni toxumanın özündən söhbət gedir. Toxumanın bərpasından söhbət gedir. Bizim icra etdiyimiz, istər hialuron turşusudur, istər PRP-dir, istər mezoterapiyasıdır, istər lazer prosedurlardır. Təbii ki, prosedur problemin özünə əsaslı aparılır. Amma bunların hər hansı biri aparıldıqdan sonra alınan o komfort nəticə var. O komfort nəticə qadın üçün o qədər bir rahatçılıq gətirir ki, o istər onun ümumi həyatında, istər cinsel həyatında onu məmnun etmiş olur. Yəni bunu görən və bu estetikliyi görən pasiyent artıq yəni növbətidə istəyəcək. Amma burada mütləq mən həmişə qeyd edirəm, pasiyent seçimi mütləqdir. Biz nəticəni pasiyentə düzgün izah etməliyik. Aşırı yəni bir gözlənti, bəklənti almamalıdır pasiyent ki, düşünsün ki, mən birdən-birə nəsə başqa bir şeylə qarşılaşacağım. Və bəzən pasiyentlər olur ki, bu qrup, yəni psixoloji qrupa aiddir. Bəzən pasiyentlər olur ki, onları məmnun etmək mümkün deyil. Onlar hər hansı bir xırda bir şeyi belə, bəli, xırda bir nüansı belə, xırda bir nahamarlığı belə artıq özlərində böyük bir problem hesab eləyirlər. Yox, doktor, bu belədir, bu belə bir az, 1 santimetr bir şeylər var, o məni narahat edir. Bunlar biraz psixoloji durumlardır. Təbii ki, bu hallarda psixoloji dəstək daha önəmlidir. Amma biz estetik deyəndə, hər estetik deyilən yerdə gözəlliyi axtarmamalıyıq. Rahatlıq varsa bunun özü gözəllikdir. Sağlamlıq, rahatlıq. Sağlamlıq varsa bunun özü gözəllikdir. Bax, deyirsiniz ki, qadınlar həyatını yaşaya bilmir. Qadın kimi yaşaya bilmir. Özgüvəni aşağı düşür, psixoloji gərginlik, stres və s. Demək olar ki, bərbad vəziyyətdə yaşayır. Yəni, bir insanın cinsi həyatı, partnyoru, həyat yoldaşı olduğu halda yoxdursa və ya yox səviyyəsinə gətirib salacaq müəyyən nüanslar, istər o dediyiniz funksionallıq, estetik tərəfi varsa, niyə bunu aradan qaldırmayaq? Niyə də olmaz? Bax, az öncə dediniz hialuron, PRP, mezolar və lazer. Bunlar hamısı minimal invaziv vasitələrə girir. Hamısını birgə, yəni kombinə şəkildə icra etdiyiniz və ya elə bir tipdə imkan şərait varmı? Təbii ki, kombinə artıq bizim prosedurları birlikdə icra etdiyimiz protokollarımız var. Amma yəni hamısını eyni zamanda icra etmək, yəni təbii ki, biraz məqsədə uyğun deyil. Mezoterapiya ilə hialuron turşusunu yəni məntiq olaraq bir araya gətirmək olmaz. Təbii ki, elə mezo preparatlar var ki, onların tərkibində yüngül sıxılıqlı hialuron turşusu da var ki, müəyyən qədər əgər biz elastikliyi bərpa eləmək istəyiriksə, artıq həcmi bərpa eləmək istəyiriksə, bir görüntüdə bir çapığı, deformasiyanı aradan deformasiyanı aradan qaldırmaq istəyiriksə, orada bizim köməyimizə mezoterapiya və yaxud da ki, plazmaterapiya gəlməyəcək. Bəli, yəni bəzən orada, yəni məsəl üçün, hər hansı problemə uyğun yanaşma ilə, yəni məsəl üçün, həcm bərpa eləmək istəyiriksə, biz orada hialuron turşusu işlədəcəyik. Biz əgər bu bilirsə, bu sizin nəzəri biliyinizdən və praktikanızdan. Eyni ilə də istifadə etdiyiniz dərmanın, o vasitənin molekulyar səviyyədə tərkibindən xəbəriniz var. Təbii ki, yəni burada o kombinləri bəzən mənim özümün, özümün bir sehirli hialuron turşusu çox da istəyirəm. Həkim mənə deyə bilər ki, onun tərkibində bu var, sənə bu olmaz. Bəli, yəni o sehirli tərkiblər var ki, məsəl üçün müəyyən durumlarda bizim bəyazlatma istəyən, ailə qurmamış, bəli, məsələn, yeni ailə qurmağa hazırlaşan qızlarımızda. Hər kəsə fərdi. Təbii ki, yəni hər kəsə fərdi olaraq. Məsələn, olur ki, bəzi qrup pasiyentlər, onlar yeni ailə qurmağa hazırlaşırlar. Müəyyən qədər, necə ki, saçlarında, üzlərində, yəni bir dəyişiklik, bir o gözəllik əldə eləmək istəyirlər. Eləcə də, məsələn, genital bölgədə də, yəni müəyyən bir o toxunuşlar, xırda toxunuşlar, təbii ki, təbiilik pozmadan
pozmadan, o görünüşü, təbii görünüşlüyü pozmadan, artıq inkişaf elədikcə mən baxıram təbiətə daha çox qayıdırıq. Təbiiliyə daha çox qayıdırıq. Yəni ona görə də məsəl üçün xanımlarımızın müəyyən toxunuşlar edib, amma təbiilik pozulmasın istəməklərini mən çox bəyənirəm. Həm estetik, həm funksional baxımdan dediyimiz kimi yaxşılaşma əldə etmək istəyənlər varsa, cərrah mama-ginekoloq Günay Əsədovaya müraciət eləyə bilər. Təkrar etmək istərdim. Baku Medikal Plaza Klinikasının Babək filialında fəaliyyətini davam etdirir. Bugün mövzumuz əlbəttə estetik ginekologiyadır, amma istər hamiləliyin təqibi, istər ginekoloji xəstəliklərin müalicəsi, istər doğuş sırasında, çətin doğum və s. ikincili, üçüncülü keyseriya kəsiyi və ya keyseriya əməliyyatından sonra təbii doğuş, riskli hamiləliklər, yəni ginekoloji sahədə ağlımıza nə gəlirsə, güvənə biləcəyimiz həkimlər sırasında da adı. Onu çox sevirəm, çünki hər verilişimizdə diskusiyalar maraqlı keçir. Həqiqətən də mən hər həkimlə belə uzun müddət söhbət edə bilmirəm. Bunu xüsusilə vurğulamaq istəyirəm. Nəzəri biliyi olan həkimin hər zaman praktikası da zəngin olur. Praktikası zəngin olan həkimin bəzən baxıram ki, nəzəri biliyi olmur. İndi mən artıq illərdir bu işdəyəm və çox həkimlərlə qarşılaşıram. Amma sizdə hər ikisi bir-birini tamamlayır. Bu çox gözəl bir şeydir. Hardan versəm o sualın cavabını alıram. Müraciətlərimizi bir daha eləyək. Bu estetik ginekologiyada kimlər müraciət etsin və hansı prosedurlar aparılırsa təkrar bizi mən izləsinlər. əks göstərişlər demək istəyirəm. Çünki burada yəni kimlər xanımlarımızın %90 xanımlar müraciət eləyə bilər. Amma hansı xanımlara, yəni bu prosedurlar kimlərə əks göstərişdir? Hamilə qadınlarımıza əks göstərişdir. Süd verən dövrdə ilk 6 ay ərzində əks göstərişdir. Aktiv infeksiya varsa, mütləq şəkildə aktiv infeksiya müalicə olunmalıdır. Mən pasientlərimə həmişə bunu qeyd edirəm. Müayinə olunur, müayinə nəticəsində uşaqlıq boyunu dəyərləndirilir. Hər hansı bir bizim onkoloji xəstəliyə şübhəmiz varsa və yaxud da şübhəli durumlar varsa, mütləq birinci növbədə onkologiya inkar olunmalıdır. Yəni bu istiqamətdə problemlər, yəni displaziyalar, uşaqlıq boyunu xəstəlikləri, uşaqlıq boynunda gedən dəyişikliklər, bunlar müalicə olunmalıdır. Daha sonra, yəni biz funksional və yaxud da estetik baxımdan müəyyən prosedurları icra etmiş olacaq. Müəyyən pasientlər var ki, məsələn, onlarda yanaşı gedən xəstəliklər var. Kontrola alına bilməyən diabet xəstəliyidir, koagulopatiyalardır, ürək-damar sistemi xəstəliklərdir, sinir sistemi xəstəliklərdir. Yəni bu problemli pasientlərdə, yəni yanaşı olan, əgər aktiv fazadadırsa xəstəlik, yəni immun sistem aşağıdırsa, prosedurdan sonra sağalma dövründə bir problemlər yaşaya bilərik, ikincili infeksiya ala bilərik. Yəni biz deyə bilmərik ki, biz əgər estetik prosedurlar icra ediriksə, bunlar tamamilə ziyansızdır, heç bir yəni özünün yəni bir ağırlaşması yoxdur. Var təbii ki, bunlar da bir prosedurdur və prosedurdan sonra orqanizmdə əgər immun sistemdə bir problem varsa, biz ikincili infeksiya ilə, ödemlə, şikilli ilə və yaxud da hər hansı bir damar patologiyası ilə rastlaşa bilərik. Çünki burada laxtalanma sistemi önəm daşıyır. İcra etdiyimiz prosedurlar inyeksiyon prosedurlardır. Narkoz altında eləmirsiniz? Yox, prosedurlar yerli anesteziya altında icra olunur, qısa müddətlidir, ağrısızdır, tam rahat prosedurlar icra olunub, artıq rahatlıqla evə gedə bilərlər. Hərdən mən belə zarafatla deyirəm, düzdür, bilmirəm nə qədər şey olacaq, yəni xanımlar dinləyir. Bəzən deyirəm, üzümüzə etdiyimiz prosedurların %70, %80-ni genital bölgəyə də uygulaya bilirik. Təbii ki, başqa bir preparatlarla, amma uyğun olaraq, yəni necə ki, gözəlləşmə, yəni bu gözəlləşmə həm estetik, həm sağlamlıq baxımından sizin ən həssas bir bölgənizin rahatlaması deməkdir. Təşəkkür edirəm. Hər zaman olduğu kimi xoş oldu sizinlə söhbət. Sizi dinləmək həqiqətən insanı psixoloji qadın olaraq rahatladır və bütün qadınlara, xanımlara səslənmək istəyirəm. Cərrah mama-ginekoloq Günay Əsədova həkim verilişinin qonağı idi. Sizə işlərinizdə uğurlar arzu edirəm. Buyurun, müraciətlərinizi Baku Medikal Plaza Klinikasının Babək filialına edə bilərsiniz. Əziz xanımlar, qadın sağlamlığında yeni bir dövrə başlamışıq. Artıq sizdə olan ginekoloji problemləri yalnız cərrahi üsullarla deyil, qeyri-cərrahi üsullarla da həll edə bilirik. Bu üsullardan biri gördüyünüz bu cihaz vasitəsilə fraksional karbon dioksid lazer üsuludur. Əgər sizdə doğumdan sonra uşaqlıq yolunda genişlənmə, boşluq hissi varsa, keçməyən axıntınız, vaginal quruluq, ağrı hissi olursa,
intim bölgənin rənginin qaralmasından, tündləşməsindən narahatsınızsa, sidik qaçırma problemi varsa, kandiloma, papiloma, ət xallar sizi narahat edirsə, biz bu cihaz vasitəsilə bunları tamamilə aradan qaldıra bilirik. Cihaz gördüyünüz başlıq hissərini dəyişmək şərti ilə iki əsas proqram üzərindən çalışır. Cərrahi və fraksional proqram. Cərrahi proqram vasitəsilə biz kəsim işlərini yerinə yetiririk. Labioplastika, kandilomaların, papilomaların aradan qaldırılması və uşaqlıq boynu eroziyalarının müalicəsini. Sadəcə bu üsul vasitəsilə qansız, ağrısız prosedurlar yerinə yetirilir. Fraksional başlıq vasitəsilə isə uşaqlıq yolu problemlərini, həmçinin intim bölgə rənginin açılmasından istifadə olunur. Əziz xanımlar, sizdə də əgər sadaladığım bu problemlər varsa, gecikdirmədən bizə müraciət edə bilərsiniz.